Mama, sənə bir xahişim olacaq. Amma ondan qabaq bir əhvalat danışmaq istəyirəm. Bu gördüyünüz şəkil yanvar ayında çəkilib. Mən uzanmışam mamanın qucağında, anam başımı sığallayır. Ondan sonra biz durub getməli idik kuxnaya və mamamın durması 1 dəqiqədən çox çəkdi. Güclə qapıdan, stuldan tutaraq bir neçə cəhd edib anam nəhayət yerindən dura bildi. Onda da biz başa düşdük ki, artıq saxlamaq olmaz və mən mamaya təklif elədim ki, onu idman elətdirim. O vaxtdan bəri 3 aydan çoxdur ki, biz həftədə 2 dəfə çox vaxt onlayn şəkildə arada mən Şirvana gəlib idman elətdirirəm mamama. Və bu gün biz onun nəticəsini göstərmək istəyirik. Mən göstərim nəticəni. Nəticəni sən əldə eləmisən də. Baxaq. Baxaq. Allah. Bu arada dünən mamamın 57 yaşı tamam oldu. Ona görə kim ki deyir, mənim 30 yaşım var, 40 yaşım var, artıq idmana başlamaq gecdir. Bu da sizin üçün bir sübut. Heç vaxt gec deyil. Nə deyirsən? Sağlam yaşa, xoşbəxt yaşa.